də cinsi proseslərdə iştirak Bədənin edir. kənarında, bədənin qırağında nov şəkilli hüceyrə və ağız, bir də tullantı dəliyi var. Tullantı dəliyi var. Aha. Bu da infizor tərlik və infizor tərlik İlk dəfə ağızda ilk dəfə əmələ burada gəlib. İlk dəfə ağız infuzor tərliklərdə əmələ gəlib, bir də udulaq da var da bunlarda. Ağız, hüceyrəvi ağız, udulaq bunlarda əmələ gəlmişdi. İndi keçək bu canlıların hərəkətinə. Başda birinci amöbü, sonra yaşıl evgili, nanovolvoxu və infuzor tərlikdə hərəkət necə olur? Yalançı ayaqlardır amöbdə. O da sitoplazmanın müxtəlif istiqamətlərə axması nəticəsində olur. Sonra qidanı tutmağında kömək eləyir. Qamçılar evgilinlə volvoxdadır. Bədənin önündə olur. Spiroları burulur, elə hərəkət edirlər irəliyə. Pişiklərdəki infuzor tərlikdədir. Onların bircə elə bir hərəkətinə belə nəfərir. Kirpiklərin hərəkəti sayəsində o hərəkət eləyə bilir. Aha. İndi biz dedik bunların hərəkətini. Hərəkətdən sonra gəl o birisi həyati proseslərin qidalanmasını. Qidalanma. Əksəriyyəti hazır üzvü maddələrlə qidalanır. Heterotroflar bakteriyalarla ya da o biri bir hüceyrələrlə qidalanırlar. Aha. Amöbdə qidalanma nə cür baş verir və necə adlanır? Yalançı ayaqlar vasitəsilə eləyir, tutur. Bədəni çökür də qidanı bədənə daxil olur. Bu qan hüceyrələrində leykositlərdə olan, leykositlər də amöblər kimi elə qidalanırlar. Yalançı ayaqları, yəni qana düşmüş o yad cisimlikləri zərərsizləşdirmək üçün yalançı ayaqlar və o prosesin adı nə idi orada İsmail? Fagositoz. Fagositoz. Elə burada amöbdə də həmin bu qidalanma prosesi bəzən fagositoz da deyirlər. Testlərdə düşür, yəni yadında qalsın. Yəni bu da fagositoz yoluna qidalanır. İnfuzor tərlik, volvox, bir də dedik yaşıl evgili ilə qidalanması necədir? Yaşıl evgili fotosintez edir. Qaranlıqda da heyvanlar kimi üzvü maddələrlə qidalanır. İnfuzor tərlikdə də ki, nov şəkilli ağız, udulaq vasitəsilə qidalanır. Bir də testlərə belə sual da düşür. Udulaq dırnaq arasında. Udulaq deyəndə bu şeyi götürürsən, infuzor təriyi. Hələ çünki niyə dırnaq arasında yazılır? Çünki bir hüceyrə deyən onda tam formalaşmır ona görə. Onda infuzor təriyi götürürsən. Adi udulağı o birisi canlılarda keçəndə deyəcək hansılardadır, onlara götürə bilərsən. Sonra ifrazat prosesi bunların hamısını bir-bir deyənə. İfrazat vakuolu vasitəsilə bədəndən xaric olunur. Sonra tənəffüsdəki bədən səthinə tənəffüs edirlər. Çünki bunlarda bilirik ki, bir hüceyrədən xüsusi nə ifrazat orqanları yoxdur. Enerji ayrımı. Nə də tənəffüs orqanları yoxdur. Sonra bir də bunlarda lap kiçik bir hüceyrələr olduğuna görə refleks demirik, ali sinir fəaliyyət demirik. Bunlarda xarici mühitin əlamətlərinə qarşı, xarici mühitə qarşı cavab reaksiyası necə adlanır bunlarda? Qıcığa cavab. Qıcığa cavab adlanır. Bu da məsələn amöblərdə misal göstərib nəyi göstərə bilərsən? Misal bunlarda qıcığa cavab. Suya duz kristalı qoyanda uzaqlaşırlar məsələn. Qida maddəsi də qoyanda, qidaya qoyanda ona tərəf gedirlər. Bir də sistalaşma. Sistalaşma nədir? Əlverişsiz mühitdə elə bir qidalanmanı dayandırırlar. Bədənləri də birləşir. Girdələşir, Qabıq əmələ gəlir, onların bədəninin üzərindəki o, həmin o canlını qoruyur. Və sista sözünün mənası testlərə də düşür, topluda da olmalıdır, səhv eləmirəmsə var o sual. Sista sözünün mənası da yadında saxla, gizli həyat deməkdir. Niyə gizli həyat? Çünki o qabığın altında gizlənirlər deyə elə ona görə gizli həyat götürüb. Bir də qaldı çoxalması. Çoxalması da hüceyrələri ikiyə bölünməklə çoxalırlar. Ayda möb hansı istiqamətdə infuzor tərlik, bir də yaşıl. Əvvəl nüvə, sonra sitoplazma ikiyə bölünür. İnfuzor tərlik cinsi prosesdə də olur. Sonra evgilin uzunluğuna bölünür. Amma hər yerdən infuzor tərlikdə enlə bölünür. İnfuzor tərlikdə cinsi prosesdə nə adlanırdı? Mitoz. Konjugasiya, bunlarda mitoz falan yox. Konjugasiya adlanırdı ki, konjugasiyada biz bilirik ki, hüceyrə, yəni canlı sayı artmır. Sadəcə olaraq onların mühtəviyyatı, yəni dəyişir və onlar ətraf mühitin əlverişsiz şəraitini daha möhkəm olur da bədənləri
elə bil şeydə Sprogera yosununda da demişdik, konjugasiya bir-birinə yaxınlaşırdı, nə edirdi? Nüvələri, sitoplazması falan qarışırdı, yenidən ayrılırdılar və görsən 2 dənə hüceyrə yaxınlaşır, elə cinsi çoxalmadan sonra 2 dənə də hüceyrə. Yəni burada say artmır. Sadəcə olaraq nə olur? Ətraf mühitə davamlılığı artır konjugasiya prosesində. Bir də müxtəlifliyi var idi onların. Müxtəlifliyi nə idi İsmail? Bəzilərinin kirət çanaqları olur. Sonra məsələn şeydə foraminiferlərdə, bir də radiollərdə. Aha. Orada kirət çanaqlar olur. Parazit Sonra nümayəndələri. parazit olanlar da olur. Dizenteriya amobili. Bunlar parazit nümayəndələrdir. Aha. İnsanın yoğun bağırsağında zətdə bunlar da olur. Hə, bir də əvvəllər bu koksidiçimlər sinifi var idi. Onların nümayəndəsi var malyariya paraziti. O malyariya ağcaqanad nədir? Malyariya ağcaqanadından keçir. Keçirdi. Anafolis cinsinə aid malyariya ağcaqanadından insana keçirdi. İndi o kitablarda yoxdur, nə də testlərə düşmür. Elə yaxşıca düşmür çünki onun mərhələləri biraz çox idi. Onu gərək mərhələ şəkildə öyrənərdi ki, nə baş verir. İnsanda əvvəl titrəmə baş verirdi. Elə bil hər bir gündən, 2 gündən bir qızdırma qalxırdı. Nə bilim onların spirozoidləri əvvəlcə ağcaqanadın mədəsini deşirdi, böyür, tökülür. Əsas sahibi ağcaqanad idi, aralıq sahibi insan idi. Elə bil onlar. Yaxşı şeydə yoxdur testlərdə. Belə oxumaq biraz çətin olar. Bir də çox hüceyrəlilər yarım aləmi. Çox hüceyrəlilər yarım aləmindən hansı tipi keçdik və hansı sinifləri var? De görüm. Bağırsaq boşluqlar tipi. Aha, bağırsaq boşluqlar. Onlar da hidrozolar sinifi, sfoid meduzolar sinifi, mərcan poliplər sinifi. 3 dənə sinifi var. Başlayaq birinci hansı sinifdən? Hidrozolar. Bağırsaq boşluqlar. Hidrozolar, bəli. Mənim nümayəndəsi şirin su hidrasıdır. Bədənin aşağı hissəsində olan döşənəklə suyun dibinə yapışır. Aha. Bədən daxilində hissəsində nə var? Bağırsaq boşluğu olur, ona görə bağırsaq boşluqlar adlanır. Aha, bağırsaq boşluğu olur, ona görə bağırsaq boşluqlar adlanır. Ağız dəliyi 5-12 ədəd qolcuqla əhatə edilib. Bax, bunları yadında saxla İsmail, çünki testlərə düşür. Və bunlarda hansı simmetriya mövcuddur? 2 tərəfli simmetriya. Yox. Bax, qolcuqları falan görsən 5-12 ədəddir. Və ulduz şəkli, şüalı simmetriya onların bədənindən keçirmək olur ki, elə şüalı simmetriyada 5-12 ədəd şüalı simmetriya keçirmək, yəni ox keçirmək olur. Deyirik, neçə dənə ox keçirmək olur deyəndə 5-12 dənə götürəcəksən. Çünki qolcuqların sayına uyğun onların bədənindən oxları keçirmək olur, şüalı simmetriyanı müəyyən eləyəsən. Sonra bir də bunlarda qatlar var idi. İlk dəfə dedik ki, rüşeyimin 2 dənə qatı. Ektoderma və ektoderma qatı xarici qat, endoderma qatı da daxili qat. Ektoderma qatı dəri əzələ hüceyrələri, dalayıcı hüceyrələr, sinir hüceyrələri, aralıq hüceyrələri və cinsiyyət hüceyrələri olur. Dəri əzələ bədən örtüyünü təşkil edir. Əzələlik olur, bunca yığılma qabiliyyətinə malik. Dalayıcı hüceyrələrdə qolcuqlar çox olur. Sonra zəhər ifraz edir, o da kiçik heyvanları iflic edir. Dalayıcı hüceyrənin formasını quruluşunu necə olur dalayıcı hüceyrə İsmail? Nədən təşkil olunub? Üzərində həssas tükcü olur, içərisində də nə olur? Necə alim? Kapsuldur. Kapsulun üzərində, yəni dalayıcı hüceyrənin içərisində kapsul olur. İçərisində nə olur? Dalayıcı sapı olur və hüceyrənin üstündə isə yan tərəfində dalayıcı nə olur? Tükcüyü olur ki, həmin o canlılar o dalayıcı tükcüyə toxunduqda, hidrada, o hüceyrələrdə olan dalayıcı tükcüyə toxunduqda o kapsul açılır və kapsulun içərisindən elə bil o dalayıcı sap, yəni o dalayıcı sap həmin o heyvanın bədəninə sancılır və onu iflic eləyə də bilər, özündən kiçik heyvanlar da ona görə. Və o həmin o qidalana da bilər və özünü qoruya da bilər həmin o dalayıcı hüceyrələrin sayəsində. Sonra dedik, ektoderma qatında hansı hüceyrələrdir ki, digər hüceyrələrə çevrilə bilir?
Aralıq hüceyrələri digərlərinə başlanğıc verir də Aha, müəllim. digər hüceyrələrə çevrilə bilir, yaxud da başlanğıc verə bilir. Çevrilə bilir çox vaxt yazırlar. Ona görə elə dedim. Və bir də belə bir sual düşür ki, hansı heyvanlarda, hansı canlılarda, heyvanlarda demirlər, rüşeym elə bil bölünməsi, yəni o blastomer mərhələsi falan var. Rüşeym bölünməsi 2 mərhələdə başa çatır. Onda bunları götürsən. Çünki mezoderma mərhələsinə gəlib çatır. Mezoderma olmur da rüşeym vərəqi bilirsiniz ki 3 qatdan ibarətdir. Onun 10-cu sinifdə keçəcək 9-da 10-da. Burada yalnız 2-ci mərhələdə qalır. Ektoderma, endoderma qatları olur. Ona görə 3-cü qat yaranmır. Mezoderma qatı yaranmır. İndi deyək sfeoid meduzalar sinifi. Onlardan nə danışa bilərsən? Aurelia medusasıdır. Dənizlərdə yaşayan aktiv üzür, amma hidra aktiv üzmür də müəllim. Bir də hidran hərəkəti necə idi İsmail? Mayallaq aşağı. Aha, mayallaq aşağı. Aha. Sonra? Sonra hərməklik və yarım şəffafdır bədəni. Sətirə oxşur. Dalayıcı hüceyrələri elə bir dalayıcı hüceyrələr çoxlu olur. Aha. Ağız Qoltuqdan ağzın. Ağız çətirin hansı hissəsində yerləşirdi? Altında yoxsa üstündə? Altında. Alt hissəsində yerləşirdi. Yanlarına, yəni o ağzın yan ətraflarında isə çoxlu sayda qolcuqları uzanırdı. Meduzalar bilirik ki, bu yəni meduzalar sinifinin və bağırsaq boşluqlar tipinin ümumiyyətlə aktiv hərəkət edən nümayəndələr meduzalardır. Passiv hərəkət edənlər deyəndə hansılar götürürsən? Passiv hərəkət edənlər müəllim hidrozoalar. Yox, poliplər. Passiv hərəkət deyəndə polipləri götürsən, hidralarda passivdir. Sadəcə olaraq poliplərdən aktivdir. Aha, yox. Poliplər deyən passiv deyəndə testdə polip götürsən, hidran götürmürsən. Çünki hidra ona nisbətən baxanda mayallaq aşmaqla hərəkət edə bilər. Meduzada daha sürət, reaktiv hərəkət deyirlər. Reaktiv hərəkət edə bilər. Bir də kalmarda deyəcəyik biz mollyuskalar tipində kalmarda deyəcəyik ki, o da reaktiv hərəkətdir. Bir də meduzanın hərəkəti reaktiv hərəkətdir. Bunlarda isə poliplərdə passiv ümumiyyətlə çoxuq bilirsən ki, koloniya əmələ gətirir, o mərcan polipləri, mərcan lifləri, adalar da əmələ gətirir. Hətta onlar elə bilirlər çox vaxt onu bilməyən insanlar, biologiyanı bilməyən insanlar elə bilirlər ki, dənizlərin altında çiçəkdir, güldür. Amma onlar nədir? Heyvanlar. Biz bilirik ki, onlar çox hüceyrəli heyvanlardır. Aha, mərcan poliplərinə nə danışa bilərsən? Tək və ya koloniya halında yaşayırlar müəllim. Aha. Onlar tək yaşayanlar aktiniyadır. Koloniya ilə yaşayanlar qırmızı mərcan polipləridir. Aha, mərcan polipləri isə koloniya halında, yəni bir-birindən ayrı. Bəzən hidralarda da elə olur ki, bilirsən ki, tumurcuqlanma yolu ilə qeyri-cinsi çoxallarda, o hidra bəzən elə olur ki, ana hüceyrədən ayrılmır. Biz deyirik, qolcuqları, döşənək hissəsi yaranan kimi ana hüceyrədən ayrılır, tək yaşayır, sərbəst yaşayır. Amma bəzən hidralarda da müəyyən, məsələn, qidalanmağa görəmi uyğunlaşma, özlərini əlverişli şəraitdən qorumağa görəmi, onlar da koloniya əmələ gətirirlər çox az hallarda. Həmin o yaranan hüceyrələr ana hüceyrədən ayrılmır. Bunlarda da həmçinin ana hüceyrədən ayrılmır deyən çoxlu bir-birinin üzərində əmələ gəlir deyə koloniya əmələ gətirirlər. Hansı okeanlarda var bu mərcan polipləri, kiraz skeletləri, mərcan adaları? Sakit və Hind okeanları. Aha, Sakit və Hind okeanında bunlara rast gəlinir. Bir də hidranın indi danışaq çoxalmasından. Hidranın çoxalması neçə cür olur İsmail? Hidranın çoxalması əlverişli şəraitdə qeyri-cinsi, əlverişsiz şəraitdə cinsi yolla. Qeyri-cinsi yolla tumurcuqlanma ilə cinsi çoxalma. Aha. Necə müəllim? Tumurcuqlanma yolu ilə çoxalma deyəndə nə başa düşürsən? Tumurcuqlanır da müəllim, nə deyim? Yəni hidranın bədəninin yanından hər hansı şişkinlik yaranır, yəni yeni şişkinlik. Yavaş-yavaş böyüyür. Ağız əmələ gəlir, qolcuqlar əmələ gəlir və ana hüceyrədən ayrılıb sərbəst yaşayır. Və bir də İsmail, belə test suallar düşür. Hidranın cinsi və qeyri-cinsi, çox bilmirəm, onun müəlliminiz yazdırıb, o birisi müəllimimiz. Qeyri-cinsi və cinsi çoxalma zamanı bədəndə neçə növ hüceyrəyə rast gəlinir? İndi cinsi və qeyri-cinsidə bədəndə neçə növ hüceyrəyə rast gəlinir səncə? 4 növ. Qeyri-cinsidə hansılar olar? Hansı hüceyrələr olar? Sinir, aralıq, əzələ, sonra vəzli,
kirpikli. Bir də hansı dalayıcı Yox, hüceyrələrə rast gəlinir də 6 növ. Amma O bilmirəm cinsi mən. çoxalmada isə 8 növ hüceyrə. Çünki cinsi çoxalmada bilirik ki, onların bədənində hansı cinsiyyət hüceyrələri də yaranır da spermatozoidlərlə yumurta hüceyrə. Deməli, qeyri-cinsi çoxalmada neçə növ hüceyrəyə rast gəlinir? Hidranın bədənində 6 növ götürürsən, cinsi çoxalmada isə 8 növ götürürsən. O da yadında qalsın, çünki bəzən testlərə düşür o. Çox vaxt o hansı test, o Taimin testlərində falan olur bu suallar. Bilmirəm, Taimin testlərini işləyirsənmi? İşlədəcək. Hə, bax orada olur. Deməli, qeyri-cinsi çoxalma zamanı bədəndə 6 növ hüceyrə, cinsi çoxalma zamanı 8 növ hüceyrə. 8 növ niyə olur? Çünki cinsi çoxalmada hansı hüceyrələr yaranır? Spermatozoidlərlə yumurta hüceyrə, ona görə. Digər, yəni qeyri-cinsi çoxalmada bu hüceyrələr yaranmadığına görə hansılar götürürsən? Dalayıcı hüceyrələr, sinir hüceyrələr, aralıq hüceyrələr, dərəzələr, bir də endoderma qatında hansı hüceyrələrdir? Vəzli hüceyrə ilə qamçılı hüceyrələri, qamçılı həzm hüceyrələrini götürürük də 6 növ. Amma 2 növdə üstünə cinsi çoxalmada gəlir. Spermatozoid ilə yumurta hüceyrələrdə cinsi çoxalmada iştirak edir. Cinsi çoxalması necə gedir bunlarda? Necə müəllim? Cinsi çoxalması. Hə, cinsi çoxalması qametlərin iştirakı ilə gedir. Ayrı-cinsi də ola bilər, bəzi nümayəndələri hermafrodit də ola bilər, amma çox vaxt ayrı-cinsidirlər. Bu nümayəndələr, yəni hidraların cinsi çoxalma zamanı bilirik ki, yumurta hüceyrə, spermatozoidlər yumurta hüceyrəni mayalandırır. Mayalanmadan həmişə bilirik ki, zigot yaranır. Ziqotdansa nə yaranır? Yetkin hidra yaranır. Sonra Çarpaz gedir bir də bölünmə. qeyri-cinsi çoxalmasını da dedik. Və meduzaların o cinsiyyətli çoxalmasında hansı mərhələlər var? Meduza müəllim ayrı cinslidir də. Ayrı-cinslidir. Hidradan fərqli olaraq bunlarda nə mərhələsi var? Hidrada sürfə mərhələsini demirik, amma bunlarda sürfə mərhələsini deyirik. Hidrad ilə birbaşa mayalanmış yumurtadan yetkin, yəni fərd çıxır, o da yetkin fərdə çevrilir də. Sadəcə olaraq yetkin hidradan nə ilə fərqlənir? Biraz ölçüsünün balaca olmağından fərqlənir. Amma meduzalarda biz bilirik ki, yumurtadan sürfə çıxır. Onun da sürfəsi nə adlanırdı? Onu bilmirəm. Onun da adını əzbərlə. Meduzanın sürfəsi planula adlanır. Niyə var? Kitabda var İsmail, şəkillərdə var özdə. Və o şəkillərə diqqətlə baxa, kitabın şəkillərini, o şəkillərdən də salırlar. Və onu mövzuda yazmırlar, şəkildən salırlar. Testlərdə də var o suallar. Planula adlanır. Meduzanın sürfəsi planula adlanır və çoxlu sayda kirpikciklərlə əhatə olunub. Elə bil infuzor tərri kimi. Qoy bir dəqiqə. Kitaba baxım görüm neçənci səhifədədir o. Səhifəsini də bilmirəm. O hidralar aç, o tərəflərdə olmalıdır. Həyat fəaliyyəti var, o dərsdə olmalıdır. Açdın kitabı. Səhifə istədim mən 67-də. Hə, 67. Aç, bax. Hanı müəllim? Aşağı, kitabın aşağısına bax, o çoxalmasında cinsi çoxalma hidrada. Sonra qeyri-cinsi çoxalma, bir də meduzada. Görürsən, planula, sürfəsi planula adlanır. Hidrada mayalanmış yumurtadan birbaşa yetkin hidra çıxır. Yəni düzünə inkişafda deyirik də buna. Amma meduzada necədir? Dolayı inkişafdır. Görürsən, sürfə yumurtadan sürfə çıxır. Sonra o sürfə polipə çevrilir. Həmin o şəkillərə bax ha. Sonra həmin o poliplər elə bil boşqab kimi üzərinə yığılırlar ulduz şəklində. Sonra onlar yetkin meduzaya çevrilirlər. Yetkin meduzalara çevrilir. Bax, bu tumurcuqlanma prosesi var. Onun şəklinə də bayaq, hərəkətinə də bax necədir mayalar. Bu şəkillər də düşür. Test topusunda da olmalıdır, səhv eləmirəmsə. Sonra tənəffüsü bunların necədir? Bunların hamısında tənəffüs necədir bu siniflərin? Bədən səthi ilə suda həll olunmuş oksigində. Hə, çünki bunlarda da xüsusi tənəffüs orqanları yoxdur. Nə olsun ki, çox hüceyrəlidirlər. Hələ çünki tam ixtisaslaşmayıb orqanlar sistemi. İfrazatları Necə müəllim? İfrazatı bədən səthi ilə xaric olunur. Aha. Qidalanmaları dedik necə idi? Bağırsaq boşluqları niyə adlanırdı? Yırtıcıdırlar müəllim. Aha.
qida ağız dərindən bağırsaq boşluğuna ötürülür. Bağırsaq boşluğunda da həzmə uğrayır. Vəzli və həzm hüceyrələrinin sayəsində. Və ona görə bağırsaq boşluğu var deyə bağırsaq boşluğu adlanır. Regenerasiya var idi müəllim. İtirmiş hissələrini bərpa eləyir. O da aralıq hüceyrələrin hesabına gedir. Aralıq hüceyrələrin hesabına gedir. Bunlarda regenerasiya desə hansı səviyyədə götürərsən? Necəyəm? Orqan səviyyəsində götürərsən, toxuma səviyyəsində götürərsən, yoxsa hüceyrə səviyyəsində götürərsən İsmail? Bax belə suallar da düşür. Hüceyrə. Çünki bunlarda nə toxuma yoxdur hələ. Nə toxuma yoxdur, nə də orqan yoxdur. Amma planaridə nə deyərik? Planaridə müəllim. Orqan səviyyəsində. Çünki hətta orqanizm səviyyəsində, orqanda yox, orqanizm səviyyəsində. Çünki bütöv planari böləndə yeni planarilər yaranır. Orqanizm daxil özü bir orqanizmdir. Bunlarda isə regenerasiya nədir? Hüceyrə səviyyəsində baş verir. Hələ biz deyəcəyik kərtənkələlərdə orqan səviyyəsində. Çünki kərtənkələlərdə itmiş nə olur? Quyruğun bərpası olur da. Orqanizmin bərpası olur. Kərtənkələ məsələn 2 yerə bölsək ölər. Heç dirilməz. Amma quyruğunu qoparsaq yenidən o quyruq yaranar. O orqan səviyyəsində. Çünki quyruq orqan kimi gedir. Amma planaridir, sonra soxulcanlardır. Bunlarda orqanizm səviyyəsində gedir. Niyə soxulcanı da 2 yerə bölsək? Keçən dəfə sinifdə uşaqlar gəlmişdi, yetdilər. Böldük və orqanizm, yəni bir soxulcandan 2 dənə soxulcan, yəni o birisi ölmədi o birisindən də yeni, yəni tərpəndi ikisi də və o tez bir zamanda o kəsilmiş hissədən özünü bərpa eləyə bildi. Orqan səviyyəsində. Yəni bütöv orqanizmi böldü, 2 dənə orqanizm yarandı. Planaridə həmçinin 3 yerə bölürsən. Bir də dəniz ulduzlarında da o orqanizm səviyyəsindədir. İndi dəniz ulduzlarını falan çıxardıblar, amma təzə 7-8-ci sinif biologiyalara yenidən salıblar. Bu yəni dəniz ulduzu sizə düşməyəcək ona görə. Amma onda da orqanizm səviyyəsində regenerasiya prosesi gedir. Bax belə şeylərə diqqət elə suallar düşür, çaşdırıcı suallar. Və bunlar dedik ki, meduzalar ayrı cinsli heyvanlardır. Hidralarında bəziləri hermafroditdir, bəziləri də ayrı cinsli ola bilirlər. Bunların məncə bu yumurta hüceyrə qametlərinin falan sayını verməyib. Bundan sonraki dərslərdə onların sayırlar. Burada nəsə qaldı mı? Yox. İndi keçirik yaslı qurdlar tipinə. Bir dənə yaslı qurdlar tipini verərəm. Bir də sap qurdlar tipini. Çünki onlar o birisi qoy həlqəvi qurdlar qalsın, mollyuskalar qalsın. Onları da gələn dəfə keçərik. Az keçək, amma yaxşı oxu. Çünki vaxtımız var. Yəqin ki, yayda da keçərik. Az oxu, amma yaxşı. Bu qurdları biz ayrı kitabdan atmışdı mənim şəklini, oradan oxuyuruq. Oradan oxuyuruq. Güvəni kitabından mı? Yox, köhnə dərsi idi. Köhnə dərs. Lap köhnə. Məndə var o kitab. Sonra 7-ci sinif elə qırmızı, yaşıl belə qəribə kitab düzü 7-ci sinif zoologiya. O kitabları hardan tapa bilərəm? O kitablar indi yoxdur. Tarixə qovuşublar o kitablar İsmail. Məndə var, verərəm sağ onu. Salə müəllimi verərəm, gətirər yaxşı. 9-u da oradan oxuyuruq. 8 də. Sırf onda 8 zoologiya idi. Sırf 7-nin ikinci hissəsi zoologiya idi. Amma burada sığışdırıblar 7-yi həm bitkini, həm də heyvanlar, bu çox hüceyrəli heyvanları, elə onurğalıları, onurğasıları hamısını bir, amma çox az məlumat veriblər. Testlərdə və qəbulda da buraya yazılan məlumatlar düşmür əlavə məlumat. Ona görə deyirəm, şəkilləri də diqqətlə oxu. Bax o planla falan hamısı test toplarında işləyəndə bilmirəm, yəqin ki, qabağına çıxıb, prosto yadından çıxıbdı. Bax onlar düşürlər. Kitabda şəkillərə diqqətlə bax, şəkillərdən çox suallar düşür. O hidranın şəkli düşür, məsələn, mayallıq-aşma hərəkəti onu soruşur. Züraları da oradan oxuyuruq. Züralar bunların hamısı. Köhnə kitablardan? Bəli. Mən deyirəm də güvənmə və köhnə kitabdan. Bu kitabda çox az deyib. Bu kitabdan material qəbula düşmür. Qəbulda başqa şeylər soruşur. Bu kitabda heç o suallar, o dərslər yoxdur. Ona görə sənə mən atdığım PDF-lər var. Onun da sırf lazım olan yerləri və qəbula sınağa düşən yerləri yazıram. İndi bunları mən yazıb sənə göndərəcəm. Hansında neçə toxumluq, hansında neçə yumurtalıq var. Onları da əzbər bilməlisən. Çünki bəzən müqayisədə düşür ki, hansının toxumluqları var. Oldu mənim. Ataram bir də oradan oxuyacağım, aslında şəkli var məndə. Şəkli var səndə. İndi olsun, qoy gedim. Elə bir arasından bir-iki vərəqi yox idi, səhv eləmirəmsə. Lap çoxdan qalıb o kitablar məndə, öz kitablarımdır.
Yəni öz 7-ci İşlətmirsiniz onu. Elə çox yox, çünki mən özüm hazır mən onu konspekt şəklində öz dəftərim. İndi başqa yerdəyəm, dəftərim yanımda deyil. Belə baxanda həmişə, yəni dərsi zad izah eləyəndə orada konspekt şəkildə yazmışam deyən, ora başlıqlara baxıb izah eləyirəm. Mən bu məsələn bu kitabdan elə çox sevmirəm şey eləməyi, dərs elə belə prosta bu kitabdan düşür deyən. Sırf onları mən sənə o PDF şəklində hazırlayıb atıram ki, sənə nə lazımdır. Mən ona görə deyirəm, mən atdıqlarıma bax, çünki o suallar düşür. Ən azı bir dəfə sada heç olmasa oxu. İndi keçirik yastı qurdlar tipinə. Yastı qurdlar tipində bilirik ki, 3 dənə sinifi var. Hansı siniflərdir? Çirpik qurdlar sinifi, sorucu qurdlar sinifi, bir də lint şəkilli qurdlar sinifi. Bu çox hüceyrəli bağırsaq boşluqlar tipindən bunların fərqi nədir? İlk dəfə bunlarda məsələn bağırsaq boşluqlarda deyirdik ki, şüalı simmetriya var. Bunlarda məsələn iki tərəfli simmetriya yaranmışdı. İki tərəfli simmetriya nədir? Bədənin ortasından, orta hissəsindən uzunluğuna ox keçirsək, bu ox, yəni o bədəni iki hissəyə bölünər və hər iki hissə eyni bərabərdə, eyni sayda orqanlarda düşər. Məsələn, planarin bilirik ki, 2 dənə gözü var. Bədənin ortasından, o gözlərin ortasından xətt keçirsək, qatlasaq üst-üstə düşər. Məsələn, elə insanın özündə, özümüzü də başımızın ortasından, məsələn, burnumuzun üstündən yarı bölsək, qatlasaq, hər iki tərəfimiz üst-üstə düşər. Çünki ayaqlarımız, qollarımız, bədən hissələri üst-üstə düşər. Yəni, üst-üstə düşürsə, bir-birindən fərqlənmirsə, bu nədir? İki tərəfli simmetriyadır. Sonra bu yastı qurdlarda deyək ki, bunlarda parazit nümayəndələr əksəri, məsələn, sorucu qurdlardır, lent şəkilli qurdlardır. Bunlar əsasən parazit nümayəndələrdir. Çirpikli qurdlar yırtıcı nümayəndələrdir. Bu ağ planari falan yırtıcı nümayəndələrdir. Sonra bunlarda məsələn dedik ki, ifrazat orqanlarını deyəcəyik, protodiferial tiplidir. Sonra deyirik bunlarda məsələn sinir hüceyrələri, sinir düyünləri yaranmışdı. Onlardan çox fərqli xüsusiyyətlər var da. Elə bil bunlar da onların biraz inkişaf etmiş formalardır. Və səhv eləmirəmsə bu mezoderma qatı artıq bunlarda yaranıb. Ektoderma, endodermanı bağırsaq boşluqlara aid edirik. Mezodermanı artıq yastı qurdlara da götürə bilərik. Və mən bunların hazır materialını sənə yazıb atacağam İsmail. Oradan baxarsan yaxşı, hansında nə qədər nə var, nə yoxdur, onların hamısını. Bunlar da dənizlərdə, şirin sularda yaşayırlar. Bəziləri dedik, yəni yastı qurdlarla sorucu qurdlar sinifindən, lent şəkilli qurdlar sinifi, parazit nümayəndələr, çirpikli qurdlar, yırtıcı nümayəndələrdir. Bunlar sərbəst yaşayırlar, yəni heç bir canlının daxilində yaşamırlar. Sonra bunlarda da dedik ki, hansı qatlar yaranır? Ektoderma, endoderma, bir də mezoderma. Ruşeym 2 təbəqədən, 2 qatdan ibarətdir. Bağırsaqlı boşluqlar tipini götürürsən, 3 qatdan, 3 təbəqədən ibarət deyəndə yastı qurdlardan bəri, üzü bəri nə varsa onları götürürsən, suallar düşür. Sonra bunlarda məsələn əzələlər, dəri əzələ kisəsi ilk dəfə bunlarda əmələ gəlibdir. Uzunluğa həlqəvi əzələlərdən təşkil olunub bu planarilərin bədənləri. Sonra bunlarda məsələn boşluqlar yaranıb bədən daxilində və bu parenxima ilə doludur boşluqlar. Bunlarda məsələn iki tərəfli simmetriyasını dedim. Və başlayaq çirpikli qurdlar sinifi. Çirpikli qurdlar sinifinə ən geniş yayılmışı ağ planaridir. Ağ planari əsasən şirin sularda falan, gölməsələrdə, göllərdə yaşayır. Bunların rəngi ağ rəngli, şəffaf deyən bunlara ağ planari deyilir. Bəzən məsələn bağırsağında qida olanda hətta onun bağırsağı içərisində qara şəkildə görsənir, yəni qara rəngli görsənir. Bunlarda ilk dəfə ağız yaranmışdı, udlaq yaranmışdı. Və ağız vasitəsilə qida qəbul olunur və qidanın istiqaməti iki tərəflidir. Niyə? Çünki udulan qida həzm olunduqdan sonra lazımsız o maddələr yenidən ağız vasitəsilə xaric olunur deyə qidanın hərəkəti burada bunlarda iki istiqamətli götürəcəyik. Düz sap qurdlar tipinə qədər. Artıq sap qurdlardan deyəcəyik qidanın hərəkəti bir istiqamətlidir. Niyə? Çünki onlarda ilk dəfə anal dəlik yaranmışdı. Ona görə qida ağızdan udulur, bağırsaqlardan həzm olunduqdan sonra anal dəlik vasitəsilə xaric olunur. Görsən qida ağızdan oldu, bağırsaqları anal dəlikdən xaric olunur deyə bir istiqamətdir. Ancaq bunlarda qida iki istiqamətlidir. Niyə? Çünki ağızdan udulur, yenidən elə bil bədəni dövr eləyəndən sonra yenidən qayıdır ağıza, ağızdan daha xaric olunur. Sonra bunlarda lamisə çıxıntılar var və şəkilə baxsan görərsən ki, 2 dənə gözü var, elə bil oradan kimsə baxır adamın üzünə ağ planaridən. Bu nəsə bu heyvanlar mənə şirin gəlir, bu planarilər o gözlərinə görə.
Və bədəni bilirsən ki, yastılaşıb yarpaq şəklindədir. Ona görə adlar yastı qurdlar tipidir. Ona görə yastı qurdlar tipi deyirlər. Sonra bunlarda məsələn ağzı dedim, utlaq dedim, çirklər, ifrazat sistemi, gözlər, baş dedik, baş hissəsi var. Sonra keçirik sorucu qurdlar sinifinə. Sorucu qurdlar sinifi, yəni parazit nümayəndələrdir. Buna ən əsas deyəcək hansını? Qaraciyər sorucusunu. Qaraciyər sorucusunun adı niyə qaraciyər sorucusu? Görürsən ki, insanın qaraciyəri, malın qaraciyərinə, insanın qaraciyərini görürsən də, yəqin ki, qaraciyərin formasında bənzəyir deyə qaraciyər sorucusu adı verilir. Uzunluğu 3-4 sm-ə qədər olur. Bunlarda 2 dənə sormacı olur. Ağız sormacı, bir də qarın sormacı. Və bunların funksiyaları: qarın sormacı yalnız və yalnız yapışmağa xidmət edir. Ağız sormacı isə həm yapışmağa, həm də qidanı, yəni qanı sormağa xidmət edir. Qaraciyərə yapışır və oradan qan sorur. Bunların bir də aralıq və əsas sahibləri var. Əsas sahibləri bu əvvəlki kitablarda var, İsmail. Yəqin ki, orada bilirsən də, oxuyubsan, əvvəlki deyəsən müəllim atmışdı. Əsas sahibləri bunların hansılardır? Qaramaldır, amma aralıq sahibi kiçik gölməçə ilbizlərdir ki, onlar gölməçə ilbizlərinin daxilində yəni müəyyən həyat dövriyyələrini keçirirlər. Sonra sista vəziyyətində su içəndə qaramal su bitkilərinin üzərində olur. O bitkiləri yeyəndə sista vəziyyətində qaramalın bədəninə düşür və orada əsas sahibi qaramal yetkin fərdə, yəni yetkin fərdə çevrilir və onun qaraciyərində parazitlik eləyir. İndi bunları da deyəcəm. Sonra bunlarda dedik, sonra lent şəkilli qurdlara. Lent şəkilli qurdlarda adı lent şəkillidir. Niyə lent şəkillidir? Çünki lentə bənzəyir və bunlarda qaraciyər sorucusu boğumsuzdur bədəni. Planarin bədəni boğumsuzdur. Amma bu lent şəkilli qurdların bədəni çoxlu sayda boğumlardan təşkil olunur. Boğumların da baş hissəsində başçıq yerləşir. Başçığın üzərində də öküz solterində 4 dənə sormac yerləşir, 2 dənə də qarmaqcıq yerləşir. Digərlərində indi exnokokda da deyəcəyik. Vaxt bitdi İsmail, mən də öz-özümə danışıram. Vaxt bitdi mi deyirəm?